İndi mən bundan öncəki videolarda, yəni ki, bundan öncəki yox, videolarımı izləyənlər yəni bilir hansı videoda nə danışmışam. İndi mən orada ağsaqqallara, Məmməd Rəsul, Şair, Rövşən və digərlərinə oradan sual ünvanlayıram da, yəni deyirəm ki, siz bir qərara gəlin də, ruhi xəstəyəm, yoxsa ruhi xəstə, anlaqsız, narkoman, psixik xəstə, şizofreniya çox var da, yəni. İndi bugün 28 iyul 2026-cı il, indi bu tarixdə çəkdiyim videoda da yəni ki 12 barmaq yəni hansıdır, yəni nətər eləyin, bir qərara gəlmədiniz də sizə, hansıdır? İndi burada indi yəni mən bunlar hamısı xəstəlikdir və hər kəsin başına hər şey gələ biləcək bir şeydir, yəni mənim də başıma da yəni ki o xəstəliklərdən birində yəni o xəstəliyi çəkən, əziyyətini çəkən insan, mən o mənada yəni o xəstəliyi gülməklə ələ salmıram. Yəqin ki bu görünür. Amma Allah yəni bütün xəstələrə şəfa versin. Amma xəstəlik var, xəstəlik. İnsan xəstə olar. Xəstə olmaq insanı alçaltmır. İnsan xəstə olar, onun əziyyətini çəkər, dövlət də ondan pul verər. Amma bir də var ki, yəni bu dediyim kimi də, bildiniz nə demək istəyirəm. Qərara gəlin də bir dənə. Hansı ruhi xəstə, narkoman, anlaqsız, psixik xəstə, yəni belə deyim, mənim bu, indi mən ironiya edirəm, gülürəm, şey edirəm. Yəni mən bu insanlarla, bu ağsaqqalların mənə yaşatdıqları, o da bir şeydir, yəni travmadır. Əslində o da xəstəlik, bir xəstəlikdir. Yeri gəlsə, yəni necə ki insan başqa xəstəliklərdən əziyyət çəkir, mən də bunlar əslində xəstə olublar. Bunlar prosto başqa cür xəstə olublar da. Bunların xəstəliyinin adı bilmirəm nə ola bilər. Mən ad fikirləşirəm o xəstəliyə. Bildiyim qədər narsist, belə deyirlər, ha. Yəni mən də əzab əziyyət çəkmişəm bundan, bu şeylərdən. Yəni demək istəyirəm ki, sizə deyirəm, ağsaqqallar, bir qərara gəlin də, hansı 12 parmaq bağırsaq, yoxsa hansı, nətər, necə eləyindi? Nətər eləyək? Haram, nətər göstərin, necə eləyək? Nətər eləyək biz 13 il, 12 parmaq bağırsaq, necə idi? Xroniki bağırsaq, yazva. Gedərdim də, o 2021-ci ildə dövlət məni çağıranda gedərdim də ora. Gedərdim, o şılanqı salardılar, deyərdilər ki, nətər olur, necəsən? 13 il nə edir, nətər olur bu pul? Mən də deyərdim ki, 2014-də zəddə mən imtina eləmişdim bundan, deyə bunlar idi gedib eləyən. Gedib 5-10 il yatardınız, istirahət edərdiniz orada. Onsuz da Rusiyadan pullar gələcəkdi sizə, orada qref gələcəkdi sizə. Ona da imkan versəydilər. Vermiş olsaydı. İllüziyadır bu. Yəni bir qərara gəlin də, mən bu sualı verirəm, sizə qərara gəlin. İndi mən zarafat edirəm. Sizin başınız getməsin. Mənim 15 yaşlı qızım var. 12 yaşlı oğlum var. Siz qorxunuzdan, yəni siz mənim nədir, özünüzə görə, siz indi özünüzü təmiz çıxardacaqsınız deyə mənim 15 yaşlı qızım var, Safiya. 12 yaşlı Mustafa adlı oğlum var. Yəni Allah yəqin ki mənə bu zeyn açıqlığını verib ki, mən bunları görmüşəm. Siz 5-10 manatla biz uşaqları düşünürük deyə siz nə danışırsınız? Mən qoyaram, mənim oğlum sabah universitetdə oxuyacaq, hardasa oxuyacaq, hardasa gəzəcək, hardasa oturacaq, şey eləyəcək.
Onun dostları durub ona deyəcək ki, şeydir, sənin atan sizin qoyduğunuz damğalarla yaşayacağam, mən elə bilirdiniz. Mən özümü, siz egoistsiz. Özdə bilsiniz egoist. Egoistin o bir dənəsi var, o pik nöqtəsi. Yəni, hər kəsdə egoistlik ola bilər. O mövzu o deyil. Hər bir insanda var o, yəni belə şey kimi. Amma sizdə heyvan, heyvan da olduğu qədər də, yəni heyvanlarda məncə daha çoxdur da, yəni o istək, yəni zaten insanları heyvanlardan ayıran nədir? O bir şeyi çox istəmək, bir şeyi çox əldə eləmək, istəmək, belə o ovun dalınca qaçmaq, belə şey eləmək, ola bura. Yəni, onu demək istəyirəm ki, yəni mən egoist olsaydım, mən özümü düşünən olsaydım, mən başımı götürüb çıxıb gedərdim. Mənim başıma nələr açdınız, nə oyunlar şeylədiniz ki, yəni başımı götürüb gedərdim. Durub mən burada bu şeyləri oturub araşdırardım, çıxardım gedərdim. Nə var ki, mən üçün çıxıb getməyə arası? Sağlam bədən, mədə 12 barmaq, yox 18 barmaq. Çıxardım gedərdim, şey eləməzdim. Mən öz övladlarımı düşünürəm. Və mənim övladlarım da sabah böyüyəndə bu videoları mən elə bir dənə arxivləşdirmişəm ki, onu sizin yəni YouTube-dan silməyə ehtimalınız yəni yoxdur. Silsəz belə onun bir mənası olmayacaq. Mənim övladlarım sabah, oğlum dediyim lap qızım olsun. Öz bir rəfiqələri ilə, öz dostları ilə oturan adam durub onlar bu videoları izləyəndə övladlarıma başqa şeylə baxmayacaqlar. Hə, sənin atan belə, sizin o qoyduğunuz damğalarla qoyduğunuz damğaların yəni o təəssüratlarla övladlarıma yanaşmayacaqlar. Amma siz indi özünüzə baxarsınız, bir də mənim həyatıma baxarsınız, bir də öz həyatınıza baxarsınız. Söhbət burada 5-10 manatdan getmir. O 5-10 manatı həmişə qazanmaq olar. Yəni mən qazana bilərəm. Mən onsuz da o potensialda o insan olmuşam. Amma siz itirdiklərinizi heç vaxt bərpa edə bilməyəcəksiniz. Mənim itirdiyim uzaqbaşı puldur. Onun da səbəblərini danışmışıq. Onu mən yenə qazanaram. Amma sizin itirdikləriniz, siz ki nələri ki itirdiniz, onu bilirsiniz, nələri itirdiniz. Siz onları qazana bilməyəcəksiniz. Heç bir şey onu sizə qazandıra bilməyəcək. Ay, mən filan yerdənəm, oradan Rusiyadan mənə 100.000 gələcək, 500.000 gələcək, 50.000 oradan gələcək, pul oradan gələcək, bu oradan gələcək. Orada mən saxta, yəni süni yaratdığınız hörmət, izzət və s. bunlar itdi sizdə. Yəni bunun itməyi lazımdır da, yəni bu lazımdır, yəni. Bu tək mənim övladlarıma yox ki, elə sizin elə nəvələriniz də mənim, yəni ki, övladımla yaşayır. Onlar da yəni ki, mənim əzizlərim, doğmalarım. Onlara belə lazımdır. Yəni siz o yaşlı qurdular, o beyniniz o şeydə SSR şey, nə SSR deyirlər, nə deyirlər, bilmirəm. Beyniniz qalıb orada, o kağız, mağız, kağıza uzaqbaşı özüm üçün yaddaş verə bilərəm özümə, yaza bilərəm burada. İndi kağız dövrü deyil ki, indi elektron dövrdür. O kağızı cırıb atmaq olar. Mən bugün bu kağıza nələrsə yazaram, sonra onu cırıb ataram. Amma mən o elektron portala, EPIS, Daxili İşlər Nazirliyi, ora yazılanlar silinmir. Ora əbədi qalır orada. Yəni dünya nə qədər varsa, yer kürəsi. Yəni bu bildiyimiz nə qədər varsa, siz ümidinizi ora bir şeyin, bir dənə oradan şey Çin oradan bir dənə raket atacaq, dağıdacaq dünyanı. O vaxtda onsuz da hamının problemi bitəcək. Nə bilim, oradan nüvə silahı, onlarla dünya dağılsa, ancaq sizin ki, yəni yenə də siz ki, axı sizin bəziləriniz dindardır, yəni o dünya və s. hörmətlə yanaşıram. Bütün hər bir inancı olan, nəyə inancı olur olsun o insanlara. Yəni, amma yəni söhbət Rövşəndən gedir də, Məmməd Rəsuldan. Yəni, siz ki, inanclı insanlarsınız. Onda o dünya varsa, onda o siz vapşeysiniz ki, şey olmayacaq da, yəni, getdiniz də siz, yəni.
Yəni o dünya çünki uzun çəkəcək axı. Uzun yox, əbədi. Neçə mil yoxdur da, rəqəm yoxdur. Hani demişdiniz mənə ki, şey yoxdur orada. Mən sizə sual vermişdim, biz nə qədər çəkəcəyik falan. Yoxdur da, yəni müddət yoxdur. Uzun, əbədi olaraq, yəni əbədi, əbədi olaraq getdiniz onda siz. Yəni demək istəyirəm ki, bu 12 barmaq necə eləyik, nətər eləyik? Mən 12 barmaq bağırsaq problemi, mədə yazvası hansıdır? Ruhi xəstə, narkoman, anlaqsız, psixoloji nə. Hansıdır bu? Qərara gəlin də, bir dənə qərara gəlin, deyin ki, bir dənə beləncə, mənim kimi video çəkin, deyin ki, şeydir, 12 barmaq. Ya da deyin şey, narkoman, ruhi xəstə, hansını deyə bilirsiniz? Deyin də, deyin, hansınsa deyin, örtbasdır olunacaq. Ki, o 13 illik pensiya kompensasiya mənimsəmələriniz.